Biz Azərbaycanda qorxuruq. Biz elə bilik ki, Azərbaycanda biz erməniəsirik, Ermənistanda yaşayırıq. Biz öz vətənimizdə rahat nəfəs ala bilmirik. Belə şey olasa mənim uşağıma şərrəginə, narkotiklə olmadığı ki, olduğu kimi qələmə ver, mənim uşağımı bas içəri. Təkcə mənim uşağımı yox, bütün dindarları tutub basır, həbs eləyib, basırlar içəri. Mənim başım çıxmır, bu dindarlardan bunlar nə istəyirlər? Bu dindarlar mənim uşağımı nahaq yerə tutub, gətirib basıb, orada atası da xəstədir. Atası həm şəkərdir, həm insulit keçirdi, həm də nevroloji xəstədir. Bu adam xəstədir, bunun müalicə lazımdır, bu uşaq idara lazımdır, körpəsi var. Mən də, biz də ailə qalmışıq ortalıqda, biz neyinik? Mən xəstəmə baxım, ailəyə baxım, mən körpəsinə baxım, mənim uşağımı şərləyib, narkotik ilə gəlib basıb ora. Sən bu dövlət, əgər bu dövlətin qulduru varsa, o səfər demişəm mən sözümü, o dövlətin yəsi də var, yəsi də nəticə çıxarsın. Onun da nəvəsi var, qızı var, oğlu var, özü var. Hər kim bunu təşkil edibsə, əmr veribsə, Allah Taala onun özünə, balasına hədiyyə eləsin o yeri.